Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə Yaqub Abdullah oğlu Eyyubovun İstiqlal ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Elə bugün dövlət başçısı Yaqub Eyyubova İstiqlal ordenini təqdim edib. Prezident Yaqub Eyyubovu qarşıdan gələn yubiley münasibətini təbrik edib, vurğulayıb ki, uzun illər müxtəlif məsul vəzifələrdə Azərbaycanın inkişafına öz töhfəsini verib. Yaqub Eyyubov fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib. ...22 il ərzində mənim prezidentlik dövrümdə də sizə dəfələrlə mən etimad göstərmişdim. Həmən vəzifəyə yenidən hər prezident seçkilərindən sonra təyin edildim. Və bugün sizə bu dövlət mükafatı təqdim edərkən demək istəyirəm ki, sizin işinizdən mən razıyam. Siz canla başla, sədaqətlə dövlətə, vətənə xidmət edirsiniz. Öz işinizdə həmişə tələbkarsınız və mənim göstərişlərimi layiqincə yerinə yetirirsiniz. Sizin böyük xidmətlərinizi nəzərə alaraq mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan İstiqlal ordeni ilə təltif eləmişəm və icazə verin bu yüksək ordeni sizə təqdim edim. Təbrik edirəm sizi. Teşekkür ederim.